Salamlayıram siz əziz dostlar, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, bir neçə gündür Azərbaycanın bütün bölgələrində, həm rayonlarda, həm Bakıda yağış dəhşəti davam edir. İntensiv yağan yağışlar nəticəsində Bakının bir sıra qəsəbələrində evlər, maşınlar su altında qalıb, bir sıra əraziləri su basıb. Bura yaşayış evləri də daxildir, qeyri-yaşayış sahələri də daxildir və insanların avtomobilləri, hətta bəzi yerlərdə insanların özləri belə deyək sudan, yağışın bu sularından böyük əziyyət çəkirlər və rəsmi dövlət qurumları da bununla bağlı müvafiq tədbirlər görürlər, fəsadları aradan qaldırılmağa çalışır. Milli Hidrometeorologiya Departamentindən manşetaza məlumat verilib ki, sabah da intensiv yağışlar davam edəcək, ara bir güclənəcək. Bakıda və rayonlarda duman müşahidə olunacaq və eyni zamanda rayonlarda müxtəlif vaxtlarda yağışın güclənəcəyi ilə bağlı yağışın güclənəcəyi ilə bağlı xəbərlər var. Ona görə diqqətli olun əziz dostlar, çölə çıxarkən ehtiyatlı olun. Mümkün qədər evlərinizdən çölə çıxmamaq tövsiyə olunur. Bununla bağlı rəsmi qurumlar da xəbərdarlıq eləyib. Biz bu hadisələrə birlikdə qalib gəlməliyik əziz dostlar. Yağışlar belə deyək də fövqəladə vəziyyət tək Azərbaycanda deyil, bütün dünyanın hər yanında, bütün ölkələrdə də var. Elə Avropa ölkələrinin özündə də belə hadisələr yaşanır. Gözünüz manşetə azda olsun. Biz sizə intensiv xəbərləri çatdıracağıq.